Salam dostlar, necəsiniz? Umarım ki, yaxşısınız. Dostlar, bu günlərim sizlərlə uzun aradandır video çəkmirəm. Və istədim ki, sizlərə bir video çəkim. Burada atam əkdiyi keşin şüyüdlər göstərirəm sizə. Burada keşin şüyüdlərdir. Burada palma ağacıdır, adını tam bilmirəm bu ağacın. Üzürlü sayıb bilmədiyim üçün. Bunlar da keşin şüyüdlərdir. İndi burada bəziləri tam düşməyə bilər. Bunlar da şeylərdir, qızıl güllərdir. Böyle tam baxa bilərsiniz. Ağ qızıl güllər çıxıb. Biz elə bildik ki, qırmızı çıxacaq. Ağ çıxdı. Baxın. Bunlar da şeylərdir. Bu alça ağacıdır. Bunlar üzümdür. Üzüm ağacıdır. Burada Jason'ı çəkirəm. Və burada ağaclardır. Burada badam ağacıdır. Ağacları o biri videolarıma baxa bilərsiniz. Burada şəftəli ağacıdır. Burada ağaclarımı tam göstərmirəm. Hamısını atam əkib. Atama kömək eləmişəm, əkmişik biz bir yerdə. Burada həyəti göstərirəm sizə. Ağaclardır, bax. Ağaclardır. Burada girəm içəri, toyuqları sizə göstərim. Böyüyüblər. Keçən videoma baxsanız biraz balacadılar. İndi isə böyüyüblər. Burada ördəklərdir. Burada atası da girib bilmirəm, yatmaq istəyirəm ora. Və sizə ördək balaları göstərəcəm. Baxın, ördək balalarıdır. Burada mənim üstümə dişləmək istəyir, amma dişləmir. Belə xıç-xıç eləyir, dişləmir. 30-dan çox balası var, ya 30-dan çox belə balası var. Burada su verirəm ona, biraz dağıdıram qabına. Qabına dağıdıram, çıxıqlı, eyb yox. Amma tez-tez içirlər, anasız adı, tez-tez içir. Nəysə, burada bu da təzə çıxıb. Yəni 4-5 ayda çıxıb bir şey. Burada da bu gecə balalayan, yəni yumurtadan çıxan cücə var. Adı cücə. Ördəkdir. Burada salamatlarını apardım, qoydum bayaqki yerə, taxta olan yer, taxtadan düzəldən yerə. Burada da